Ramiz Mehdiyevin ailəsi ətrafında baş verən proseslər müəyyən məsələləri gündəmə gətirib. Belə ki, dekabrın 1-də Prezident İlham Əliyevin sərəncamı ilə onun oğlu general-mayor Teymur Mehdiyev Fövqəladə Hallar Nazirinin müavini vəzifəsindən azad edilib. Bundan əvvəl isə Prezident Administrasiyasının sabiq rəhbərinin həyat yoldaşı Qalina Mehdiyeva Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsindəki kafedra müdiri postundan uzaqlaşdırılıb. Həmçinin gəlini Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında tutduğu 2 yüksək vəzifəni itirib. Ailə üzvlərinin müxtəlif vəzifələrdən çıxarılması prosesin təsadüfi olmadığına işarə edir. Bütün bunlar isə Mehdiyev ailəsinin istintaq prosesinə cəlb edilə biləcəyi ehtimalını gücləndirir. Ramiz Mehdiyevin oğlu həbs edilə bilərmi? Digər ailə üzvlərinin də işdən çıxarılması istintaq prosesinə cəlbi mümkündürmü? Qlobal İnfoza danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Ramiz Mehdiyevin adı çəkilən cinayətlərində onun oğlu və ya digər yaxınlarının hər hansı formada iştirakı olubsa, onlar da məsuliyyətə cəlb oluna bilərlər. Stat: Əgər iştirakı yoxdursa, təbii ki, məsuliyyətə cəlb olunmaları mümkün deyil. Yalnız qohumluq əlaqəsinə görə həbs tətbiq edilə bilməz. Bunun üçün əsaslı dəlil və sübut lazımdır. Vəzifədən azad olunması isə məqsədə uyğun addım kimi qiymətləndirilir. Çünki ağır cinayətdə ittiham olunan bir şəxsin ailə üzvlərinin, xüsusilə də oğlunun nazir müavini kimi yüksək postda qalması məqbul sayılmır. Eyni yanaşma digər ailə üzvlərinə də şamil oluna bilər və bu etimad məsələsidir. Lakin cinayət məsuliyyəti üçün faktın olması şərtdir. İstintaq zamanı ailə üzvlərinin dindirilməsi və ifadələrinin alınması adi və mümkün prosedurdur. Statın sonu. Qeyd edək ki, Ramiz Mehdiyevin həyat yoldaşı, oğlu, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına stop qoyulub. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.